Salam əziz abituriyentlər. Bugün sizinlə 2024-cü il 2-ci qrupların blok imtahanda istifadə olunmuş 3 maraqlı suala baxaq və bildirmək istəyirəm ki, bu suallar abituriyentlər tərəfindən ən çox səhv yazılan suallardandır. Birinci sualımız trigonometrik tənliyinin intervaldakı köklər cəmini tapındır. Əvvəlcə kosinus 2 alfa düsturunu yadımıza salaq. Bilirik ki, kosinus 2 alfa kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa şəklində yazılır. Əsas eyniliklərimizdən sinus kvadratı alfa üzərinə gəl kosinus kvadratı alfa bərabərdir 1-ə. Biz buradan kosinus alfanı təyin etsək, kosinus kvadratı alfa bərabərdir 1 çıxaq sinus kvadratı alfa yaza bilərik. Gəlin bu əvəzləməni kosinus 2 alfa düsturunda yerinə yazaq. Demək 1 çıxaq sinus kvadratı alfa çıxaq sinus kvadratı alfa yaza bilərik. Və buradan 1 çıxaq 2 sinus kvadratı alfa ifadəsi alınır ki, kosinus 2 alfanın artıq